23 də qəşəng sualdır və rahat sualdır. Deyir ki, çıxım 80%. Uşaqlar, mən sizə qayda öyrətmişəm. Deyir, 10 mol SO2 götürsək. Uşaqlar, 2 mol SO2 götürsək, 2 mol SO3 alınır. 10 mol götürsək nə qədər alınır? 10 mol alınır. 10 mol. Bizə deyir, çıxım 80% olarsa. İndi bizə mən sizə qayda öyrətmişəm axı. Məhsulu istəyəndə biz necə yazırıq? 10 100%-dir. 80% x. X də neçə edir? 8. Onda 1 doğru var, yoxsa 2 doğru var? 2. 2. Bir də uşaqlar bizə nə deyir? Diqqətlə baxın. Bizə deyir ki, 10 SO3 almaq üçün. Bu dəfə bizə məhsulu verib, başlanğıcı istəyir. 2 SO3 almaq üçün 2 SO2 lazımdırsa, 10 almaq üçün 10 lazımdır. İndi başlanğıcı soruşanda necə yazacağam? Bu 10 neçə faizdir? 80%dir. 80. 100% x. Buradan da x edir 12.5. 2 və 4. Bir dənə baxın.